Hörmətli izləyicilərimiz, hörmətli tələbələrimiz, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcəri bugünlər gözəl bir ziyalı ailənin, gözəl bir müəllim ailəsinin qonağı, Göygöl rayonunun ən uzqar kəndlərindən birindəyik. Qarlı buzlu havada gəlmişik 2026-cı il 22 yanvar tarixində və sizə təqdim edəcəm müəllim. Müəllim, buyurun, adınız, soyadınız? Kərimov Mehman Hüseyin Aloğlu. Neçə il təhsil sahəsində çalışmışsınız? 90-cı ilin sentyabrın 15-dən hal-hazıra qədər 36 ildir ki, təhsil sahəsində çalışırsınız. Hansı fənlər tədris eləmişsiniz? Əvvəllər 12-13 il müəllim çatışmamazlığı cəhətdən burada İbtidai müəllimi, hal-hazırda isə keçirilən çağırışa qədər ki, hazırlıq fənni tədris edir. Çox gözəl. Biz siz kimi müəllimlərlə fəxr edirik, qürur duyuruq. Sağ olun. Həm də biz bilirik ki, 3 övladınız var, gözəl atasınız, gözəl babasınız. Oğlanlarınızın adları nədir müəllim? Kərimov Elnur Mehmanoğlu 93 təvəllüddür. Lazımdır və döyüşlərdə Kəlbəcərin azad olunması uğrunda medali ilə, vətən uğrunda medali ilə təltif olunur cənab prezident. O biri oğlum Kərimov Murad isə Bakı şəhərində Aqroland şirkətində agronom işləyir. Qızınız da halalı kəndində. Tərtər rayonunda ailə qurub Seydimli kəndində. Çox gözəl. Müəllim, bax, burada bizim çəkilişimiz vasitəsilə bu kadrlara 10 il, 20 il, 30 il sonra nəvə nəticələriniz baxacaq. Nə arzuluyorsunuz, nə deyə bilərsiniz? Onlara ürək sözü nə deyə bilərsiniz? Mən ilk növbədə onlara vətənpərvər olmağı, vətəni sevməyi, xalqını sevməyi arzulayıram. Ən əsas da təhsilə ali dəyər verməyi, ali təhsil almaları, gənclərin əsas bu dəqiqə ali təhsilə yönəm verməklərini arzulayıram. Təşəkkür edirəm. Biz keçid alırıq inşallah müəllimimizlə bağlı. Yəni müəllim, sizin adınız, soyadınız? Əliyeva Səxavət İsaq qızı. Yaxın tutun, bəli, yaxın tutun. Çox gözəl, yaxın tutun. Bəli, biz sizi ki müəllimlərlə fəxr edirik, qürur duyuruq. Allah təala sizə uzun ömür, can sağlığı versin. Sizin neçə il təhsil sahəsində çalışmısınız? Mən də 36 ildir Qoşçukənd Tam Orta Məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm. Adınız, soyadınız təkrar deyin, yaxşı düşsün səsiniz. Əliyeva Səxavət İsaq qızı. Çox gözəl. İbtidai sinif müəllimi kimi Bəli, çalışmısınız. bəli. Ulu öndərimizin belə bir sözü var. Deyir ki, müəllimlik peşəsi ən şərəfli peşədir. Amma müəllimlik peşəsində də ən çətin ixtisas ibtidai sinifdir. Bəli. Niyə? Yəni bu fikri mən bir jurnalist olaraq deyirəm, tənqidçi jurnalist olaraq deyirəm ki, ibtidai sinif müəllimləri ilk əlifbanı, ilk ana sözünü, ata sözünü, davranış qaydaları, etik qayda hamısını öyrənən, bir sözdən bunu öyrənir, demək olar ki, ibtidai sinifdə qoyurlar. Bəli. Biz də ona görə sizlərə öz adınıza sağ ol deyirik. Hər iki müəllimin, həm Mehman müəllim, həm sizlərin, tələbələrinizin, yüzlərlə tələbələrinizin müxtəlif sahələrdə olanlar istəyirəm özünüz deyəsiniz. Hansı sahədə olanlar daha çox var? Hər sahədə dərs dediyimiz şagirdlərimizdən biz onlarla fəxr edirik. 44 günlük vətən müharibəsində neçə şagirdlərimiz vətənin müdafiəsinə qalxdılar. Onlardan bir şəhidimiz var, Allah rəhmət eləsin. Adı nə şəhidin? Rıza Zeynalov Nurlan Asiboğlu. Allah rəhmət eləsin. Bəli, 44 günlük müharibədə şəhid oldu. O da bizim məktəbimizin yetirməsi idi, bizim şagirdimiz idi. Qazimiz var. Allah ömür versin, can sağlığı versin. Neçə müharibə veteranlarımız var. Bununla bərabər neçə bəli müəllim olub bizlə dərs dediyim şagirdlərimiz var ki, bu dəqiqə bizimlə çiyin-çiyinə onlar da müəllim işləyirlər. Biz siz ki müəllimlərə fəxr edirik. Çox sağ olun. Bugün 2026-cı il 22 yanvar tarixidir. Müəllim Mehman müəllim bir sözünü dedi. Siz də istəyirəm bu kadrlara, sizin nəvə nəticələriniz baxanda onları bilsinlər. Nə ürək söz deyə bilərsiniz onlara? Bəli, mən də onlara gələcək həyatlarında xoş günlər arzu edirəm. Birinci, dünyamız düz olsun. Müharibələr görməsinlər. İkinci də mən də indi hər elə hamı dərs dediyimiz şagirdlərə də deyirəm ki, elə məcbur deyil ki, neçə nəfər qutarırsa onun hamısı ali təhsil alsın. Əsas vətəndaş kimi böyümələrini arzu edirəm. Təhsilə önəm versinlər və mən bu yaşda da bu sənətimlə fəxr edirəm. Təşəkkürlər. Biz də sizlərlə fəxr edirik. Və sonda bir jurnalist olaraq deyirəm ki, mən tənqidçi jurnalist olaraq Vüsal Kəlbəcəri deyirəm ki, jurnalistin işi nədir? Jurnalist ya mənfiləri, ya müsbətləri adiyyəti olan orqanlara və cəmiyyətə çatdıran şəxslərdir. Və mən bu çəkilişin vasitəsinə həm adiyyəti olan orqanlardan xahiş edirəm, həm cənab prezidentimizdən xahiş edirəm ki, sizi kimi müəllimlər, bu uzqar dağda fəaliyyət göstərən müəllimlərə təqaüdə çıxana qədər qabaqsız döş kəmə, tərəqqi medalı, əməkdar müəllim kimi adlar verilsin. Biz bunu bir daha xahiş və rica edirik. Bizim çəkilişimizə baxan adiyyəti orqanlardan və başda cənab prezidentimizdən. Və inanırıq ki, inşallah sizlər də ən gözəl, onsuz da ən gözəl adlara layiqsiniz.
müəllimlik adına layiqsiniz. Arzu edirik ki, inşallah sizlər də hansısa mükafatlar alarsınız, gəlib gözəl çəkilişlər edəyək. Təşəkkürlər, Sağ ol. minnətdaram, çox sağ olun. Sağ olun.